bu texnikanı yerinə yetirmək vacibdir və bütün xəstəliklərə təsiri var. Biz özümüzü qurutmuşuq, biz özümüzü tənhalığa məhkum eləmişik. Ona görə xeyir əməllər tənhalıqdan çıxmaqdır. Geç şükür deyirəm ki, yoldaşın İbrahim qoyub. İsmail nə üçün doğulmuşdu? Qurban üçün. Dedim, ay qız, Allah onu qurban aparacaq. Mülkə denən sədəqə verirəm. Nəsil bağları kəsməyin. Nəsil bağlar çox önəmlidir. O açıqlamasın. Mən istəyərdim sizə də bu gün göstərəm.